Açıldı öz-özünə. Ay canımın içi. Sağlam. Nasıl olsun? Sağlam YouTube izləyicilərim. Hər zaman şikayətlənirsiniz ki, xeyr ola Instagrama vlog çəkirsiniz evlə bağlı. Amma Allah dilim ağzım qurudu. Səhər-səhər ac yalavac deyib gəlmişəm torpağa. Hə. Bugün isə Torpaq deyil bura, evdir. Bugün isə sizin üçün vlog çəkəcəyik. İlk növbədə istəyirəm evə keçid etmədən suallarınıza cavab verim ki, misal üçün sual versiniz ki, torpağı hardan almışsınız, torpağın qiymətləri neçəyədir, torpağın qiymətləri od tutub yanır, bu saniyə yatırım desəz, deyərdim ki, torpaq alın yatırım kimi. Çünki dəhşətli dərəcədə o sənin barmağın nəsə düşür elə bir. Düşmür, narahat olma. Torpaq alın çünki qiymətlər sotu 30 min aldıq, Əlüş? Bəli. Sotunu 30 mindən aldıq. Biz 4 sot almışıq. Yanımızdakı torpaq isə qiymətini qaldırıb 35 minə. Yəni, hər keçən vaxt 5-5 artır. Biz bura 2 ilə əvvəl baxaq. Mən hər deyər çıxsan, qaçırsan. 0.5 ilə çəkmirsən. 0.5 ilə çəkirəm. Küləkdir. Külək yığışdıracaq. Hadi aşkım, küləkdə sən yetər pənəsən ki. Ay işte, yürü düşünülmüş. Yürü. Neyse 4 sotu biz 20 min aldıq. Gəlin. Getdik. Bismillah. Mən 0.5 ilə çəkirəm həyatım. Yenə də telefonu əymişəm deyə. Darvazamızı bəyəndik. Hol. Deməli darvazamıza 4500 manat pul. Bir də ki, mən indirdim ki, bu motor var ha. 1700 azadadır. Sağ olsunlar, biz 1000 manat aldıq. O 400. Qapını yaxşı bağla, zəhmət olmasın. Qapıya mı olur? Gəl, bağlanı. İndi fırlanaq evinizə. Şoflar, pəncərəni 2 ayda sifariş vermişik. Siz bu tərəfə. Pəncərəni 2 ayda sifariş vermişik. Mənə deyirdilər, pəncərə 1 ay deyir, 2 ay azada gəlir, inanmırdım. Düzdür, misal üçün normalda bizə 30 min, 20 min deyilən pəncərəni 9500-ə sifariş vermişik. İçində izosistem də var. Düzdür, bütün pəncərələrdə yoxdur, amma qutuna tərəfə izosistem qoymuşuq, həvəşəbə qoymuşuq bu tərəfə də. Yəni belə 9500-ə hazırlaşdırırıq pəncərəni. Bu da gecikir də. Gəlin getdik içəri. Bu tərəfdə çörək yeyirlər, ona görə biraz belə çəkim. Yeyin. Yo. İşinizdə olanlara. Deməli bura qonaq otağımız olacaq. Burada uzunlamasına bir masa olsun. Ay Allah, sən o günləri bizə nəsib elə. İnşallah. Gəl. Bura qapımız. Hə, inşallah da qapı. Burada isə indi korrespondant gətiriblər. Orada da divanımız olacaq. Yerin dibində. Yerin dibində pis çıxdı. Çok güzel. Gel kardeşim. Getdim. Çek. Saç şöyle mi köyler? Olsa birinci sərəm. Birinci mərtəbə bizim qonaq yataq otağımızdır. Yəni qaymağın otağı gəl. Burada belə bir şkaf olacaq. İndidən ustalarımız istifadə edir, sağ olsun. Qardırop Ona kimi. görə qoymuşuq ki, bir şey. Bizim qaraldı. Bu oda. Burası yataq otaqlarıdır. Otaqları yox, yataq otağı. Yataq otağıdır. Zəndə. Bu sən deyim ki, Genişdir bura. genişdir ha. Yox, bura genişdir. Hayır, o qalsın baba. Burayı sən. Oy, Yavaş. ürəyim şu qaqanan çəksin. Burayı sən bizim sinema otağımız olacaq. İnşallah. Burayı isə bizim qamaq otağımız. Gəl, biz işıqlar sönür. Buranı çəkmişdim. Buranın artıq kafeli falan vurulur. Ay Allah. Gəl. Göz. Burayı isə mətbəximizdir. Deməli uşaqlar, əslində planda bu mətbəxi, bağışda. Planda əslində bu mətbəxi qaraj eləyəcəkdik, mətbəx eləməyəcəkdik.
Bura maşın girəcəkdi belə. Sonra fikrimizi dəyişdik ki, maşını içəridə də saxlaya bilərik. Mətbəximiz geniş olsun. İnşallah Allahın izniyle baseyniye yol çıkacak. Və mən buradan tullanacağam. Yəqin ki, Fatimə qorxacaq, amma mən tullanacağım. Sen niye tullanırsan? Yox, mən eləyəcəm onu. Bana adam tullanır. Yox da şey eləmişəm, əhd eləmişəm, Geç eləyəcəm. spaylarından tullanır. Neyse birinci arkadan böyle keçirik diye. Deyirəm də pəncərə gəlib şeylərini qoyurlar, pəncərələri qoyurlar. Çərçivə. Çərçivələrini qoyurlar, da. Burada mini balkondur. Yəni mini Balaca. balkonu, prosta baxasan, elə şey qapı qurdurmuşuq. Gəl. Bura isə hardasa 200 19 kvadratdır. Aşağı. 9 kvadratda itirmişik. Buradan belə video olsun deyə, buradan belə baxanda çəkə bilər, qəşəng videolar falan çıxsın. Siz də hamıza bir like verəcəksiniz. Bax, söz verdiniz. Burası ofisdən xanım, belə deyək də, bizi deyim, sanitar qovşaq deyimlər, kafelər olur. Gəl. Bu iki otaqda, seçmək xanım otaqdır. Bura bizim ofis otağımız olacaq. Evin mənim ən sevdiyim yeridir. Burada bizim rəqbəşlər, sənərlər falan da fikirləşəcəyik. Çəkilişlərimizi burada eləyəcəyik. Beni tanıyan yine bu videonun altında istifadədir. Bizim artıq falan. Yəni bu evə elə bir məbləğdə xərcimiz çıxıb ki, hal-hazırda. Hansı növbəti videolarda deyəcəyəm. Elə bir xərcimiz çıxıb ki, çox cüzi bir məbləğdə, həqiqətən. Cüzi bir məbləğ nə dediyim nədir? 4 kvadratlıq evin tikintisinə görə cüzi bir məbləğdir. Yəni bizim az bir xərcimiz çıxıb, amma 8 ildir bu evi necə arzuladığımı bir mənim old izləyiciləri bilir ki, mən bu evi necə arzulayırdım da, yəni bu yerə gəlib çıxmaq üçün həqiqətən də çox əmək sərf eləmişik və çox xoşbəxtəm. Getdik. Ne gedirik ha? Burası Fatıma ile yeni yatak otağı. Buraya gezersiniz senin altta. Ne cicet? Burada ne cicet? Kızım anlatına yapacağım. Burası bizim gardırop otağımız. Daha doğrusu üzülürsen bizim yok. Ustalarımızın gardırop otağımız. Gel. Maşallah uzun çok sağlam pandalarını astılar. Burası bizim spaynerin ayakları. Bu sudanın kapısı niye böyle büyük? Böyükdür. Kapısı da böyle büyük. Ümumiyyətlə evin hündürlüyü çox. Ama sen ev avaranlı olsa da şey olacak. Daha büyük olacak diye düşünüyorum. Kalkırıp 3. nokta diyor. Qalx. Evet. Qalx. Bir de bana diyorsunuz ki Fatma Hanım çok da böyle yerin olursun. Bilmeyenler çok güzel değil diye. Birincisi benim arzum olur. Həmişə arzum olur ki, Aura çıxa bilmirik deyəsin. Benim arzum olur ki, büyük bir evim olsun. Benim içinde sinir otağı olsun. Sınav ayıp olsun. Ben onu uşaqlıqdan xəyalını qurmuşam. Bilmirəm, çoxlu üçün xəyal, nə bilim, səyahətə çıxmaqdır. Çoxlu, hər kəsin öz xəyalı vardır. Biri səyahət xəyal edir, biri evli xəyal edir, biri istəyir arzulu ki, maşın olsun, bu model olsun, o olsun, ya bir ev arzulu. Mənim də arzum böyük ev. Və böyük ev də boyun tikərəm. Mən nəzərə alsaq ki, influencer'a, misal üçün, kontentlər üçün hər dəfə fərqli zonalar lazım olur, fərqli otaqlar falan. Buna görə bu mənim həmçinin işimə də sərf edilir. Uzun sözün qısası deyir, cəfasını sürürəm, indi Sonra da səfasını sürəcəm. Deyilmir amma əslində şükür edilmizə, özümüz istəmişik, özümüz də tikirik, özümüz də çaballayırıq. Növbəti vlogda
qiymətlər barəsində məlumat verəcəm. Yalnız ki, bu evin ümumi indiyənə qədər, misal üçün kafelərin sırasında almışıq, razıları almışıq, nə qədər xərcimiz çıxır. Bəlkə deyirəm oranı açdırmayım, heç oranı göstərmə. Hə. Ora dəhşətdir də yəni. Oranın uşaqlar sizin etdiyiniz göstərmə. Ay sənin şeyə görə kafe qurulur. Öpürəm sizi. Bağıma basıram. Videonu sonra qədər izlədirsə, havam olsun sizə.